bütün həyatım judodan ibarətdir. Deyilə bilməyən bir şeydir, yəni. Bayrağımızı elə yüksəyə qaldırmaq o böyük bir qürur hissidir. Mən atam qoyub judoya, arxamda da həmişə dəstək olur, həmişə yanımdadır. Judo həyatımdır da, yəni yatanda da, duranda da, yuxuda da hər an fikirləşirəm. Başqa şey ağlıma gəlmir. Elə bil ki, hələ mən bu tatamidə böyümüşəm. 6-cı İslam Əmrəli oyunlarında çempion oldum. Mənim üçün böyük uğurdur. Rəqibə baş əyib, sağollaşıb çıxmalısan o tatamidən. Uçsan da, uduzsan da. Ona görə o böyük bir mədəniyyət, hörmət deməkdir. Judonu gərək sevəsən. Hər bir fəndini sevirəm, amma mənim ən sevimli favori Oçiqaridir. Təhsilimə də çox fikir verirəm. Hətta normalda əlavə kitablar da oxuyuram ki, dünya görüşümü artırım. Kümrüm də Rüstəm Oruzovdur. Uşaqlıqdan həm idmançı ki, həm də normal bir insan kimi çox möhtəşəm adamdır. Həm də İslam oyunlarında da oradaydı. Dəstəkləyirdi, təbrik elədi. Hər bir idmançı ən böyük arzusu Olimpiya çempionudur. Ona görə ilk məndə Avropadır, dünyadır, ən sonunda da Olimpiya çempionu olmaqdır.